با سلام aziz dostlarımızla. Bugün gəlmişik bir dənə gözəl bir məkandan birinə Təbrizdədir. Ki, da gözəl gülxanadır bu yer. Gəlmişik, əcib qərib bağın gülləri, giyahlarla var. Və gəlmişik bunların hamısını burada. Siz əziz və hörmətli dostlarım hamısına görsələr, söysəz əlbəttə. Və çox məmnun oldum xidmətinizdən. Əgər eləyəsiniz ki, bu videoyu like eləyəsiniz ta biz də taza bu kanalı rah-əndaz eləmişik. Ta bir nöqtəyə müsbəti bizim ürəyimizdə olsun və sizin canınıza dua eləyək. Burada dediyim kimi ərzim böyle gözəl gülxanadır ki, Təbrizdə holo-hoş Pərvaz qismətində qərar tapıb ki, gəlmişdik əslikar flamingoları burada bizim də canlı verirlər ki, onlar istədik sizə görsədək. Bəli, mütəəssifanə çıxıblar gəziyə, bəli, aparam yenə görsədəm biləcək. Çünki həmişə burada dəryacədə olurlar. Və hala da Allah'ın taimi icr olubdur ki, burada deyirlər indi. Hələ mən gəlirəm öz yuvalarında biləcək onları görsədəm. Vağən gözəl bir məkandır və vağən bir gözəl bir enerji adama verir buranın location'ı. Bura bir aşağı məntəqəsidir ki, Zeyzanı kimi yerdir. Burada güzel bir mekan ki binəndələr bura yelin səsi daha o cür gəlir, diskinmi. Ətər yelə yerdə səxtdə o yonolitlərində oynur, yəni nə cür ki olan səsidir. Hop, o flamingolar ki mən ərz elədim xidmətinizə. Yuvalar, əsli yuvalar buradadır. Sonra da bu da Abəhramdır, özümüzünkidir. Və istəyirəm indi bir də flamingolara baxaq. Bu flamingolardır ki, vağən bir gözəl heyvanlardandılar bunlar. Kəmyab. Daha istəyirəm işıqsa olan bir gözəllər görürsünüz. Sabit saxla. Gəldik üst təbəqiyə. Yine əziz binəndələr, yelin səsi çox şədiddir, vurur üstə yonolitlərə. Yonolitlər tərpəşir olur o mütəəssifanə. Əgər səsimi çox vazih eşitmisiniz, mən üsxahlıq eləyirəm. Bəli, tacay ki yeri var, səyirəm uca danışam. Bura bir dənə kolbədir. Yəni vağən bir gözəl və royai bir məkanlardandır mənim nəzərimə. Ticarətib də tərrahi eləyiblər və çox da istiqbal olur. Həmşəhrilər hamısı gəlirlər və burada şahid əkkası və filmbərdari hətta eləyirlər. Abəhram mübarə təsvirdə bay-bay eləyib bizinə. Vaqiyyət Təbrizdə gülxana çoxdur, bəli, bu cür bir location'da bir məkan cürləmək yoxdur. Vağən bu bir danadır elə. Vağən də qəvi bir yerdir. Ki salhay saldır işləri budur. Və vağən zəhmət çox çəkiblər. Bir daha da mən gəlirəm dalı tərəfdə. Dərəxti limuzat fikir eləmək iştibar eləməsəm. Dərəxti limu da vardı ki, istəyirəm onları da sizə görsədəm. Bunlar sensoriyyat.